İsmail qardaşım, çox sağ ol. Mənə qarpız göndərib kətdən. Sırf öz əkdiyimiz, yəni bostanımızın qarpızıdır. Ağcabədin təzə kəskəndir. Allah sağ olsun. Bunadır. Bunadır, bu küvrət çox olur. Qırmızıdır, mən bilirəm bal kimi də bu qarpız. Mən inanıram ki, bu qırmızı qarpızdır. Çünki bunu sırf kardeşim İsmail yetiştiribdi. Allah ona dəyməsin. Bir ilə qarpız çox ucuz oldu ha. Sen gönderdiğin karpuz içine ne diyeyim lan ben? Bu ne kadar göndermişsin ya? Nereye karpuz hocam bunun yakını çeker. Bu ne kadar? Ev ne günah kaldı? Ay bu ne de? Ben de tərifliyim. Bu ne de?